Salam, hörmətli pasientlər. Mən Alyans klinikasında həkim laborant işləyirəm. Bugün bir mövzuya toxunmaq istəyirəm. Ümid edirəm ki, sizdən ötürü faydalı olar. Təəssüf ki, son illər bizim respublikada, həmçinin başqa ölkələrdə də dəri xəstəlikləri çoxalıb və bir çox hallarda da müalicəyə çətin yatmağa başlayıblar. Biz burada öz təcrübəmizdə çoxlu pasientlərlə rastlaşırıq, hansılar ki, bizə ixtisas həkimə müraciət etməzdən qabaq apteklərdən, qonşuların məsləhəti ilə, qohumların məsləhəti ilə öz başına dərmanlar alırlar apteklərdən, öz başına müalicələrlə məşğul olurlar və təəssüf ki, artıq bir neçə aylar keçəndən sonra bizə müraciət edəndə proses geniş yayılmış və kəskinləşmiş formalarda müraciət edilir. Ona görə də yaxşı olardı ki, problem yarananda, narahatçılıq yarananda qonşuların, aptekdə işləyən aptek işçilərinin məsləhətinə qulaq asmayıb, birbaşa o sahə üzrə etibar etdiyiniz mütəxəssisə, dermatoloqa müraciət edəsiniz. Bu, sizin sağlamlığınız üçün də, gələcəyiniz üçün də və həmçinin çoxlu əlavə xərclərdən də qaçınmaq üçün sizdən ötürü faydalı ola bilər. Sizə can sağlığı arzu edirəm, sağlam olun həmişə.